Salam əziz və dəyərli izləyicilər, hər birinizi xoş gördük və baxaq görək TikTokumuz nə vəziyyətdədir. Videomuza keçməmişdən əvvəl kanala abunə olub, video bəyənib, rəy bildirməyi unutmuruq və çox uzatmadan keçək videomuza. Əziz dostlar, keçək birinci videomuza baxaq. Mən başa düşmədim, özün reklam eləyir, yoxsa soruşur ki, keyfin ahvalın necədir? Onu demək istəyir. Bilən varsa rəy bölməsində qeyd eləyər. Keçək ikinci videomuza baxaq. Bu oynamalı mahnı deyil, buna nətər ritm tutub oynayırlar? Onu başa düşmürəm. Bu videoda xoşuma gəlmədi. Hələ görək, qarşımıza xoşumuza gələn video çıxacaq, yoxsa yox. Və keçirik üçüncü videomuza baxırıq. Bu videoda qız açıq-aşkar deyir ki, mənzərəyə baxmayın, mənə baxın. Mən mənzərədən daha qəşəngəm. Özdəki özüntü dəmirə söküyür, nə eləyir, nə varır. Axırda soyuqlayıb xəstələnəcək. Dərman pulu, nə bilim, xəstəxana pulu yenə də ziyan gəlib özünə çatacaq. Bu videoda elə də xoşum gəlmədi. Keçirik digər videolarımıza, görək xoşumuza gələn video çıxacaq, yoxsa yox. Davam edirik. Əziz dostlar, keçirik digər videomuza baxırıq. Əziz dostlar, bu xanımı yəqin ki, bir çoxlarımız tanıyırıq. Afət Rahil qızı. Elgizlə bir yerdə veriliş apardılar əvvəllər. Kimin yadındadırsa, özləri biləcəklər yəqin ki. Afət Rahil qızı da papağını çıxardaraq, necəsən deyərək salam verir və digər videolardan da fərqlənmir. Ola bilər ki, mənim fikrimdən kim nəsə razılaşmaya bilər, öz fikirlərini rəylərdə qeyd eləsin ki, bu video daha yaxşıdır və fərqlənib. Məncə fərqlənməyib. Və keçirik son iki videomuza. Əziz dostlar, keçirik 5-ci videomuza baxırıq. Yəni Nicat Rəhimovu tanımayan biri olsa, normal olaraq, yəni adicə bir TikTok videosu kimi baxa bilər. Amma ki, TikTok videosu olaraq digər videolardan heç də fərqlənmədi. Amma öz aktyorluğuna qalsa dahi sənətkarlardan biridir. Nicat Rəhimov olsun, İlkin Miskərli olsun, digər və çox aktyorumuz var. Nicat Rəhimov da o aktyorlardan biridir. Əziz dostlar, keçirik son iki videomuza baxırıq. Yəni mən bilmədim bu qızdır, yoxsa oğlandır, ona qərar verə bilmədim. Ya bu çox baxımlıdır, ya mən çox baxımsızam. Bir də ki, kim bilirsə rəy bölməsində qeyd eləyər, oğlandır, yoxsa qızdır. Ondan sonra fikirlərimi bildirərəm. Hələ ki, belə fikir bildirə bilmərəm. Əziz dostlar, keçirik sonuncu videomuza baxırıq. Yəni bunu başa düşdük, idman eləyirsən, yaxşı eləyirsən, sağlamlıqdır, öz canını fikirləşirsən, öz sağlamlığı fikirləşirsən. Yəni bu videonu paylaşaraq cəmaatı niyə sağlamlığından eləyirsən? Yəni onu da fikirləşmək lazımdır. Əziz dostlar, videomuzun sonuna gəldik. Ümid edirəm ki, video xoşunuza gəldi. Kanala abunə olub, video bəyənib, dəstək olmağı unutmuruq. Hələlik dostlar.